İslam qaynaqlarına və mötəbər hədis rəvayətlərinə görə Quranın son 2 surəsi olan Fələq və Nas surələri konkret bir hadisə ilə əlaqədar olaraq Mədinədə nazil edilmişdir. Bu hadisə Peyğəmbərimiz Həzrəti Məhəmməd sallallahu əleyhi və səlləmə qarşı edilən sehrlə bağlıdır. Rəvayət olunur ki, Yahudilərdən olan Ləbid ibn Əl-Əsam adlı bir şəxs Peyğəmbərimizə qarşı sehr edir. Sehr vasitəsi kimi bir daraq, saz telləri və erkək xurma tumunun qabığından istifadə olunur ki, bunların üzərinə 11 düyün vurulur. Bu sehr Zərvan adlı bir quyunun dibindəki ağır daşın altında gizlədilir. Sehrin təsirindən Peyğəmbərimiz bir müddət özünü halsız hiss edir və bəzən etmədiyi bir şeyi etmiş kimi təsəvvür edirdi. Bir gün Peyğəmbərimiz yuxuda ikən yanına 2 mələyin gəldiyini görür. Onlardan biri digərindən Peyğəmbərin xəstəliyinin səbəbini soruşur. O biri isə onun sehirləndiyini və sehrin harada gizlədildiyini xəbər verir. Bu hadisədən sonra Cəbrail əleyhissalam gələrək Fələq və Nas surələrini gətirir. Bu 2 surədəki ayələrin cəmi 11-ə bərabərdir. Fələq 5, Nas 6 ayə. Peyğəmbərimiz Həzrəti Əli əleyhissalam və bəzi sahabələrini həmin quyuya göndərir və sehr vasitələri oradan çıxarılır. Peyğəmbərimiz hər 2 surənin ayələrini oxuduqca sehirdəki düyünlər bir-bir açılmağa başlayır. Hər düyün açıldıqca o, sanki üzərindəki ağır bir yükdən azad olur və mənəvi bir yüngüllük hiss edir. Sonda bütün düyünlər açılır və Peyğəmbərimiz tamamilə sağalır. Bu surələr nazil olduqdan sonra onlar sadəcə o hadisə üçün deyil, bütün bəşəriyyət üçün həsəddən, bədnəzərdən, qaranlıq şər qüvvələrdən, vəsvəsələrdən və hər cür gizli, aşkar bəlalardan Allaha sığınmaq üçün ən güclü mənəvi qalxan hesab olunmuşdur.